Salam əziz izləyicilərimiz. Bugün sizə gecə tərləmələri haqqında danışmaq istəyirəm. Gecə tərləmələri çox vaxtı təhlükəli ola bilir və bu təhlükə də gizli yatan xüsusi xəstəlikləri oyandıra biləcək və nəticə etibarilə də həyati təhlükəli ola bilir. Birinci növbədə əgər gecə tərləmələri yatağı dəyişdirəcək dərəcədə çox olursa, yanında olaraq qeyri-diyaktik ki, motivasiya olunmamış, siz idman etmirsiniz, pəhriz saxlamırsınız, amma çəkiniz düşürsə, bundan əlavə olaraq təzyiqiniz düşürsə, subfebril hərarətiniz varsa, gecə tərləmələri daha da qorxulu olur. Çünki burada xüsusi infeksion xəstəliklər, xroniki xəstəliklər, eyni zamanda vərəm, hətta onkoloji xəstəlikləri istisna etmək lazımdır. Gecə tərləmələri ürək döyüntünün artmasıyla, titrəmə, əsəbiliklə gəlirsə, gecə sizi ciddi şəkildə yuxudan oyadıb bir nevrotik hal yaradırsa, qalxanvari vəz xəstəliklərini araşdırıb daha da diferensial diaqnostika ilə dəqiqləşdirmək lazımdır. Bundan əlavə olaraq gecə tərləmələri bir çox deyərdim ki, virus infeksiyalarından sonraki dövrdə elektrolit pozulmalarına qədər gətirib çıxara bilər. Xüsusilə də natrium, kalium, kalsium, maqnezium və vitamin terapiyasının olmadığı bir dönəmlərdə, xüsusilə də ölkəmizdə yaygın olan vitamin D çatışmazlığı gecə tərləmələrinə gətirib çıxara bilər. Və bu tərləmələr əgər öskürək, döş qəfəsində ağrı sindromu ilə özünü biruzə verirsə, təngi nəfəslik, xüsusilə də bu tərləmələr döş qəfəsində daha çox hiss olunursa, ağciyər xəstəlikləri, ağciyərin pnevmoniya kimi ağır xəstəliklərinin istisna olunması mütləq şərtdir. Əlavə olaraq da gecə tərləmələri bir çox hallarda bayaq vurğuladığımız səbəblərdən əlavə olaraq başqa bir xəstəlikləri də, xüsusilə də autoimmun xəstəliklərə qədər də gətirib çıxara bilər. Bu simptomları özünüzdə müşahidə edirsinizsə, mütləq şəkildə həkimə müraciət edib altda yatan xəstəlikləri araşdırıb, gecikmiş xəstəliklərə son qoymanız tövsiyə olunur.